Samal rayonu Midə yaşayış kompleksində satılan 2 otaqlı mənzilə 7000 manat endirim olundu. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən 3 saylı Asant xidmətin arxasında. Təxminən 500-600 metrlik məsafəsində yeni salınmış Mida yaşayış kompleksində 9 mərtəbəli yeni inşa olunmuş binanın 6-cı mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli bir mənzildir, sənədi kupcadır, ipotekaya yararlıdır. İsitmə sistemi kombidir, mənzil tam təmirlidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı demək olar ki, Mida yaşayış kompleksinin daxilindədir və həmçinin binanın qazı, suyu, işığı daimidir, lifləri mütəmadi olaraq işləv vəziyyətdədir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Mida yaşayış kompleksində, 9 mərtəbəli yeni inşa olunmuş binanın 6-cı mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı mənzildir ki, mən bu mənzili təxminən bir 10-15 gün bundan öncə paylaşım etmişdim. Onda 157 min manata deyilirdi. Hal-hazırda 7 min manat endirim olunduğu üçün yenidən paylaşım etdim ki, siz dəyərli izləyicilərin də xəbəri olsun. Əvvəldə də bildirdiyim kimi binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına, daha doğrusu keçən dedikdə 7B, 9 və 10 nömrəli avtobus xətlərinin sonuncu dayanacağı Mida yaşayış kompleksinin daxilindədir. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.